Gəlin polyak dilinin ən vacib feili olan güç, yəni olmaq feilini anlayaq. Bəs niyə məhz bu feil polyak dilinin ürəyi sayılır? Gəlin baxaq. Bu feili bilmək polyakça danışmağa başlamaq üçün ilk addımdır. Çox vacibdir. Bizdəki mənəm, sənsən şəkilçiləri kimi polyak dilində də biç feili dəyişir. Bu cədvəli əzbərləsəniz, demək olar ki, gündəlik danışığın yarısını həll etdiniz. Baxın, bu cədvəl hər şeyi aydınlaşdırır. Gəlin hər bir şəxsə görə necə dəyişdiyinə baxaq. Amma burada vacib bir məqam var. İcra, mən və ya ti, sən deməyə çox vaxt ehtiyac yoxdur. Çünki jestem deyəndə artıq mən olduğunuz bəllidir. Bax, bu qədər sadə. Yaxşı, bəs bu feildən nə zaman istifadə edirik? Əsasən 3 halda. Birincisi, kim olduğunuzu demək üçün, məsələn, peşənizi. Burada ismin sonluğuna fikir verin. İkincisi, nə isə təsvir edərkən. Məsələn, o mehribandır, burada sifət olduğu kimi qalır. Və üçüncüsü, yer bildirmək. Çox sadə. Jesteśmy w domu, yəni biz evdəyik. Gəldik inkara. Təsəvvür edin, inkar etmək daha da asandır. Sadəcə feildən qabaq bir ne artırırsınız və salam, cümləniz inkar oldu. Sual vermək necə? O da çox asandır. Cümlənin lap əvvəlinə bircə söz qoymaqla. Bu çı sözü istənilən təsdiq cümləsini dərhal suala çevirir. Bax, bu nümunədəki kimi. Hə, deməli qaydaları öyrəndik. İndi gəlin görək, nə qədər yadınızda qalıb. Birinci boşluq. Mən polyakam demək üçün nə yazmalıyıq? İkinci sual, biz buradayıq, necə deyilir? Boşluğu doldurun görək. Və sonuncu tapşırıq. Siz yorğunsunuzmu? Sualında boşluğa nə uyğun gəlir? Cavablara baxaq. Jestem, jesteśmy və jesteşti. Hamısını düz tapdınız. Görürsünüz, bircə feili mənimsəməklə polyak dilinin təməlini qoydunuz artıq. Artıq açar sizin əlinizdədir. Bəs polyak dilində quracağınız ilk cümlə nə olacaq?